Bir günlük kendimize gelmişik. Kendi hayatı, doğup büyüdüğümüz yer. Kendi hayatı çok maraqlıdır, stresten uzaqdır. İnsan bir gün də olsa ister-istemez dinlənir, istirahət edir. Meyve ağaçlarımızdır bizim. Burada bir dənə yay alması olmalıdır. Bu yetişmiş olmalıdır. Bizə elə çox yetişənə oxşamır hələ ki. Yaxşıdır. Bu da bizim dağlardan gelen təbii suyumuz. İçməli su. Həmişə sərin, gözəl. Nar ağacımız bizim. Narın indi bu dəqiqə təzə çiçək açan sezonudur. Hələ meyvə verən sezon deyil, bu payızda meyvə veriyor ama bunlar son dönemleridir. Artık yavaş yavaş yekunlaşır. Geldik biz həyətimizin o bir hissəsinə keçək. Yəni bu həyətin hər hissəsi, hər addımı insanı rahatlaşdırır. Ancaq quşların səsi, nə bilim, sakit, gül çiçək arasında sakitliyə yaratır. Böyle boş vaktimiz olanda oturup yenilenir. Çok boş vaktimiz olmur, ama istirahət yaxşıdır.